Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlə Pythonda belə bir sualın izahına baxacağıq. Deməli, bizdə A sətrini daxil edibdir 12, A2, A1, D3, B1. B sətrinə daxil edib 111 AA, B və dırnağın içərisində yazdığına görə təbii ki, bu string ifadə, yəni mətn ifadəsi kimi gedir. Digər tərəfdən yazıb A bərabər A plus B. Bizdə plus işarəsi biz bilirik ki, verilmiş iki sətri bir-biri ilə birləşdirəcək. Yəni, biz artıq bunun nəticəsində A-nı, buradakı qiymətini itirib yeni qiyməti ilə yazacaq. Artıq biləşəndə A-da bizdə var. Dırnaqda 12, dırnaqda A2, A1, təbii ki, hər biri dırnaqda yazılmalıdır. D3, dırnaqda B1, dırnaqda eni ilə B sətrini bunun arxasına götürəcək. Dırnaqda 111, dırnaqda AA və dırnaqda BB. Aha, bu hissə getdi. Artıq bizim yeni A sətrimiz budur. Digər tərəfdən burada artıq bizə yazıb ki, əsas iş buradadır. A sort. Sort nədir bizdə? Sıralamaq. Və biz artıq sıralayarkən ASCII kod cədvəlinə əsasən sıralayacaq. ASCII kod cədvəlində bizdə yadda saxlayın ki, birinci rəqəmlər gəlir, sonra böyük hərflər gəlir, yəni əlifbanın böyük hərfi gəlir, sonra kiçik hərflər gəlir. İndi baxırıq ki, bizdə rəqəmlər hansıdır? Rəqəm olaraq bir var 112, bir də var 111. Birdən çaşıb birinci 12-ni, sonra 111-i yazarsınız uşaqlar. Bu artıq yanlış olacaq. Belə olan halda bu da dırnağın içərisindədir və bu da dırnağın içərisindədir. Baxırsınız birinci hissəyə. Burada da 1, burada da 1. Bu hissələr bərabərdir. Yəni bunlar bir-birindən böyük və kiçik ola bilməz. Baxırsınız nəyə? Burada yazılıb 2, burada yazılıb 1. İndi bunlardan 2 mi böyükdür, 1 mi böyükdür? Təbii ki, 2 böyükdür. 2 böyük olduğuna görə deməli bizdə kod cədvəlində birinci hansı gəlib? Bu rəqəm gəlib. Yazacağıq 111. Sonra ondan sonra gəldi bizdə nə? 12. Təbii ki, dırnağın içərisində yazılacaq. Bunu unutmayaq. Bunlar getdi, bunlar getdi. Dedim ki, bizdə rəqəmlər, sonra böyük hərflər gəlir. Burada gələn böyük hərf hansıdır? A1. Buradan yazacağıq dırnaqda A1. Bu getdi. Bunu da sildik. Sonra gəlir, böyük hərf gəlmədiyinə görə keçsik kiçik hərflərə. Kiçik hərflərdən bizdə bir var A2, bir də var bizdə nə? AA. Gəlin bunu müqayisə edək. Buradan yazıram A2 və AA. Müqayisə edəndə AA ikisi də gəlir. Burada isə 2 gəlir, A gəlir. Kod cədvəlində demişdim ki, bizdə birinci rəqəmlər gəlir, sonra hərflər gəlir. Rəqəmlər gəldiyinə görə biz nə edəcəyik? Birinci A2-ni yazacaq. Olacaq bizdə A2, sonra arxasıca olacaq nə? A. Bu da dırnaqda yazılacaq. Bu da getdi, bu da getdi. Sonra baxırıq nə? A-dan sonra təbii ki, B gəlir. İndi bunu müqayisə edəcəyik. Bizdə var bizdə B1 və bir də B. İlk simvollar B, B-dir. Bunlar bir-birinə bərabərdir. Sonra ikinci simvolda 1 gəlir. Təbii ki, bundan sonra artıq heç bir şey yazılmır. Yəni boşluq 0 kimi qəbul olunur. İndi təbii ki, 1 mi böyükdür, boşluq və ya 0 mı böyükdür? Təbii ki, bizdə 1 böyük olduğuna görə bu təbii ki, özünü atacaq ikinci hissəyə. Gələcək burada nə? B. B1 isə bundan sonraya düzüləcək. Bu olacaq bizdə B1, bu da getdi və sonra nəhayət bizdə nə gələcək? D3 gələcək. Aha. Bu da getdi. Reverse nədir? Reverse verilmiş bu artıq ardıcıllığı nə edəcək? Tərsindən düzəcək. Yəni, burada verilmiş ardıcılığı tərsindən yazsaq, olacaq bizdə dırnaqda D3, olacaq bizdə B1, olacaq bizdə dırnaqda B, olacaq bizdə dırnaqda AA, olacaq bizdə A2, olacaq bizdə A1, olacaq bizdə 12, olacaq bizdə 111. Bu qədər.